Şah Rıza Pəhləvinin Tehranda Niyavarandakı evinə getdik. Şah burada həyat yoldaşı Fərəx xanım və 3 övladı ilə birlikdə 3 il yaşayıb. Yəni, inqilab olana qədər onlar bu evdə yaşayırdılar. Ev orta böyüklükdə idi və müxtəlif dövlətlərdən şaha hədiyyə edilmiş əşyalarla və gözəl İran xalçaları ilə dolu idi. Evin üstündəki bu tavan tamamilə açılır və səma mənzərəsi görünür. Mən burada demək olar ki, bütün otaqları gəzdim və kiçik videolar çəkdim. Sizə də qısa məlumatlar verəcəm. Bura şahın sinema otağıdır. Bura isə onların yemək otağıdır. Bu Fərəx xanımın portretidir, amma otağın nə otaq olduğu düz yadımda qalmadı. Bura şahın qonaqlarının gözləmə otağıdır. Bu isə Fərəx xanımın iş otağı. Bura şahın istirahət otağıdır. Bu isə onların yataq otağıdır. Bu Fərəx xanımın makyaj otağıdır. Bu isə müxtəlif dövlətlərə məxsus geyimlərin olduğu kiçik bir qardirob. Bu uşaqların xidmətçisinin otağıdır. Evin həyətində belə bir ikinci, daha kiçik bir ev vardı. Şahın vəliəhdi Rezanın evidir. İçərisi isə Rezaya məxsus və ailəyə məxsus portretlərlə dolu idi. Bu isə şahın xüsusi kolleksiyasıdır. Bu evdən çıxıb həyətdə olan qaraja getdik, hansı ki, şaha və ailəsinə məxsus motosikillər və avtomobillər var burada. Hər birinin yanında isə onların həmin motosikillər şəkilləri var. Şah zamanında müxtəlif avtomobil brendləri özlərinin ilk modellərini şah üçün dizayn edərdilər və məhz ona hədiyyə olaraq göndərərdilər. Hər iki ev və bu qaraj qədimi ağacların və hovuzun olduğu böyük bir bağda yerləşir. Həmçinin burada şahın tenis kortu da var, hansı ki indi əhali tərəfindən istifadə olunur.